Salam kızlar, salam əziz izləyicilərim. Yeni bir gündən sizinlə salam, digər gündən yəni ki, sizinlə salamlaşıram. Çünki mən videoları 2 günlük çəkirəm. 2 gündən sonra yükləyirəm. Ona görə 2 gün çəkilişdən sonra 2 gün çəkirəm, sonra yükləyirəm. Ona görə bu ikinci gündəndir. Dedim bir salam, artıq saat 1'ə işləyib. Səhər yeməyimi yemişəm. İndi dedim elə nəsə ağlıma gəldi ki, videoya başlayayım. Ağlıma gəldi yox, yəni ağlımdaydı. Dedim videoya başlayayım buradan sizinlə. Siz ne inirsiniz kızlar, necəsiz, ne var ne yok, bilirsiniz ne istəyirəm. İndi xaladelniyi açdım, xaladelnikdə bunu gördüm. Geçen dəfə gələndə belə gətirmişdim bunlardan. Bunları Qusarda pişirtdirmişdim. Spesialnədə elə bir pişirən adam var, amma sifariş eləyirsən, deyirsən ki, yaxşı yağla da, sliviçni yağla elə belə qatma da, nədir onun adı, margarin yağı zat qatma, duru yağ. Onu da sifariş eləmişdim, gətirmişdim. Hələ neçəsi də durur. Dedim, bunu gördüm, nəsə yadıma düşdü, dedim, bu əlbəttə mənim üçün böyükdür, donmuş halıdır, böyükdür, bunun yarısını yeyə bilərəm çayla dedim. Belə tezdən də yeməyi normal yeməmişdim. Bunu harda eləyirəm, belə buna qoyuram. Qoy görün, bu telefonu bir yerə koyun. Bunun içine koyuram, belə. Qoşun bunu. Hem buzu açılır, hem de ki istilənir. Bir stəkanda çay süzüm özümə. Yenə paket çay. Çünki mən qara sadə çay sevmirəm. Mən əlavə yaşıl çay içirəm. O da əlavələrlə də belə. Ona görə paket çay. Elə özüm üçün bir dənə eləyirəm. Baxın kızlar, necə belə xırtılıyır. İçi də bunun içində də deyil. Belə iç deyil də ləpədir. Ləpə ilə hazırlanır. Bizdə ümumiyyətlə o tərəflərdə ləpə ilə olur. Qoz ləpəsi ilə. Çıtır çıtırdır belə. Qədər ləzzətlidir. Buna bakın. Çıtır 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 diye böyle. Çok qəşəng olur. Bunun biraz hissəsini yiyeyim. Ben kızlar her yerde batırdım. Mənə nuş olsun. Kim bu saatte çörək yiyirsə, herkese nuş olsun. Yediğimiz canımıza sağlıkla çıxsın, yəni zərər verməsin. Kağızla da stol üstün. Əvvəldən sizdə də elə şey var mı qızlar? Kağızla deyirdilər, stol üstün silmək olmaz, dava düşər. Evdə deyirdilər, dava düşər, stol üstün kağızla silmək olmaz. Siz de eşitmişdiniz mi belə bir şey? Amma mən inanmıram. Əvvəl eləmirdim, yəni silmirdim. Məsəl üçün duz dağılanda deyirdik dava düşəcək. Bəzi şeylər var idi, elə kağızı, stolun üstün kağızla silmək olmaz. Ondan sonra bir də biz tərəflərdə soğanı əldən ələ verməzdilər. Məsəl üçün soğan
soğan getir deyəndə gətirib soğanı o əldən vermək yox idi. Deyirdi stolun üstünə qoy. Belə o birisi adam onu elə götürürdü. Deyirdi dava düşəcək. De savaşa aramızda da dava düşər. Elə şeylər var idi. İndi elə şeylərə inanmıram heç nəyə. Sizdə var idimi elə belə? Buna nə deyirlər bilmirəm daşı o məsələyə də bu atalar sözü var, belə bunlara da yadımdan çıxdı söz nə etsə. Qreçkanı pişirdim qızlar. İndi balığı dünən aldığım balıqdır. Belə yudum, doğradım. Balığı pişirəcəm. Biraz suyun götürsün. Birinci belə yudum deyə suyun alsın. Mən balığı duxovkaya pişirəndə necə pişirirəm qızlar? Belə sadəcə bunu yuyuram, belə doğrayıram təmiz. Sonra belə qurulayıram. Qurulayıram belə. Duz istiot, sadəcə duz istiot vururam. Başqa heç bir şey vurmuram. Və qoyuram duxovkaya. Sonra pişməyə uje görürəm ki, hazırdır. Balıq da ki tez pişir də. Görürəm ki, uje qızarmağa başlayır. Onda üzərinə sos vururam. Nar şərab, duru yağ, alifka yağı. Yəni indi kimin evində alifka yoxsa adi duru yağdan bir sos düzəldirəm. Nar şərab, duru yağ, limon sıxıram. Onu qarışdırıb balığın üzərinə sürtürəm duxovkanın içindəki. Ondan sonra hardasa 5-10 dəqiqə yenə saxlayıram. Həm o balığın içinə hopur, belə turşulu, şirinli olur da. Nar şərab biraz şirinliyi verir, ondan sonra limon turşuluq verir. Və həm də o nar şərab balığı qızardır, qıpqırmızı qızarır balıqda. Və çox dadlı olur. Elə 5-10 dəqiqədə o sousla saxlayıram və hazır. Mən duxovkaya balığı elə hazırlayıram. Əsas da duxovkaya pişirirəm mən belə balığı. O qırmızı syomka balığını hər cür pişirirəm. Parda, ondan sonra başqa sousla zadla. Amma bunları duxovkaya hazırlayıram. Bu da şey balığıdır. Türklərin levrək deyirlər. Azərbaycan dilində bilmirəm. Rus dilində də sivas deyirlər. Yəni bilmək. Bir də biz bu balığı bir də darada balığını, çupra balığı türk dilində də. Neyse çox danışdım deyəsən. İndi bunu duzlayım, istiotlayım və biraz saxlayacağım. Bir yarım saat sonra duxovkaya qoyacağım. Əslində mən heç qreçka pişirdim balıqla. Qreçka pişirmək, belə balıq pişirmək fikrim yox idi. Qreçkanı pişirdim. Sonra nəsə balıq ağlıma gəldi. Qreçka ilə balıq heç tutmur da. Balıqla ən yaxşı düyü gedir. Belə parda ris, kartof, amma qreçka heç də balıqla düz getmir. Yenə də pişirdim. Nə bilim, fikrimdə deyildi balıq pişirmək.
duz da, balığı da belə yaxşı duzlamaq lazım. Balıq duz aparan olur, deyirlər də duz aparan. Şit olanda balığın dadı olmur. Belə bir salat da düzəldəcəm. Balıqla salat çox yaxşı gedir. Göy salatı, yaşıllıq, yer köküdür, bir də qırmızı biber. Belə nazik-nazik doğramışam. Salat eləyəcəkdim. Birdən yadıma düşdü ki, video çəkin. Ona görə onu elədim. Devamı. Qızlar, bu salat da belə hələ yemək veriləndə, yəni indi hazırlayıb qoyuram. Hazırlayıb saxlasaz da 2 saatda qalsa heç nə olmur bunu. Sadəcə duzlamaq lazım deyil. Yemək veriləndə buna naşərab əlavə eləyəcəm. Olivka belə zeytun yağı əlavə eləyəcəm. İstəsəz eləməyə də bilərsiniz. Limon sıxa bilərsiniz. Ondan sonra sumaq tökə bilər. Sumaq deyirdilər də. O qırmızı hədə sumaqdan əlavə eləyə bilərsiniz. Belə yemək veriləndə duz tökün. Duzu tez töksüz, göyərtilər yumşalacaq, suyu çıxacaq, bax belə. Yəni bunu şoraba əlavə eləməsəz də olar. Evdə nə varsa eləyib belə balıqla qəşəng göy salatı yaxşı olur qızlar.